Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, mərkəzdə, Proparka deyilən ərazidə yola yaxın marşrutda 202-92 marşrutlarına yaxın ərazidə, 91 marşrutuna yaxın ərazidə yerləşir. Gördüyünüz kimi bir damın altında 2 dənə evdir. Ayrı-ayrı 2 ailə üçün uyğun olan bir evdir. Yeri, ərazisi, quru ərazidir, nəmişlik olmayan ərazidir, hündür ərazidə yerləşir. Gördüyünüz kimi, bax, 2 dənə girişi var. Biri buradan, biri buradan. Keçən birinci bu otaqdan tanış olaq. Həyətinə də bir dənə rahat maşın daxil olur. Gördüyünüz kimi, həyət yanı sahəsidir. 2 ailə üçün çox gözəl bir variantdır. Daxil oluruq buradan içə. Buradan gördüyünüz kimi dəhliz hissəsidir. Solda bura qonaq otağıdır. Əlavə studiya, zal kimi istifadə olunur. Burada qonaq otağında sanuzeli hissəsində burada gördüyünüz kimidir. Sanuzel hissəsidir bura. Biləcərin düz mərkəzində gözəl yerdə yerləşir. Marşrutları Astanovkaya, məktəbə yaxın ərazidir. 300 nömrəli məktəbə də yaxındır. Keçirik burada 2 dənə ayrı-ayrı 2 otaqdır. Bu otaq daha genişdir. Əslində buranı daha zal eləmək daha mümkündür. Belə deyək. Yataq otaq kimi də istifadə edəcək. Bölmək də olar buranı. Yəni bunun nəzər. Çünki uzunluğu hardasa 6 metrdir. Hələ bölüb burada bir də otaq yaratmaq mümkündür. 3 otağa da çevirmək mümkündür. Yüngülvari kosmetik xərclərə ehtiyacı var. Nəzərcə çatdırım ki, yəni bəri başdan deyirəm ki, ehtiyacı var. Demək, keçən indi evin, o birisi evindən tanış olaq. Daxil oluruq buradan. Bu bir evin. Buradan da giririk, içəriyə daxil oluruq. Demək, 2 dənə burada yenə də otaq ayrıca. 2 ailə bir damın altıdan ayrıblar. 2 dənə istəyirsiniz, bölüb, təzə birləşdirib 4 otaq eləyə bilərsiniz. Burada yenə bir dənə geniş oturacaq otağıdır. Gördüyünüz kimi də. Buranın təmiri o birisi baxanda biraz babatdır. Bunu da nəzərcə çatdırım. Solda mətbəxdir. Keçirik buradan. Demək, bir dənə də böyük bir yataq otağıdır. Hardasa 15-16 kvadratlıq olar. 4-ün 4-50 belə olar. Burada kladovkasıdır, hörmətli izləyicilər. Paltar asıb saxlamağa nə bilir, nəsə belə bir şey kladovkadır. Paltar zat yığmaq üçün uyğundur. Demək, keçirik buradan, hörmətli izləyicilər, sanuzel hissəsinə. Bax, burada ayrı-ayrı bura bir sanitar qovşağıdır, gördüyünüz kimi. Yaşayışlı evdir, nə var, onu çəkirik. Burada hamam hissəsidir. Sonda da arxasında bax belə paltar sərmək üçün. Nə bilim belə dalanda da belə bir yer var. Artıq əşyalar yıxıblar. Nə bilim nəsə istifadə eləmək olar da. Yəni açığın deyim ki, ən azından boş yer sahəsi var. Artıq əşyalar da yığıblar. Hörmətli izləyicilər, kimlər evini satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər aramızı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti start 90 mindir. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibindən görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah alana da xeyir versin, Allah satana da. Amin.